Hörmətli şagirdlər, deməli ikinci hissəyə başlayırıq. İkinci hissənin izahını çəkirəm. A 3m-5 bölün B ədədinin 40%-dir. Yəni 40%, yəni 5-də 2 hissəsidir. Yəni belə də tapa bilərsiniz. Yəni bunun 5-də 2 hissəsi buna bərabərdir. Yəni 3m çıx n-də 5 bərabərdir. Bunun 5-də 2-sini tapıram. Yəni 5-də 2-yə vururam. Bunu vuranda eləyir 2m. Bunu da vuranda 4 böl n qalır. M-i keçirsək buraya m bərabərdir n-də 4 üstə gəl 5 böl n. Buradan da m bərabərdir n-də 9 çarpaz vursam m bərabərdir 9 olacaq. Yəni doğru cavabımız A. Funksiyanın parçasında ən kiçik qiymətini tapın. Dostlar, parçasında ən kiçik qiymətini tapmaq odur ki, birincisi bunun törəməsini alırsınız. Törəməni sıfıra bərabər eləyirsiniz. Baxaq. Gəlin birinci bunun törəməsini tapaq. Bunun törəməsini tapıram. Ümumi törəməsini tapıram. Bircə dəqiqə. Bu olacaq mənfi 2-də 1 x-in kvadratı. Bu olacaq x bərabərdir 0. Yəni buradan hər tərəfi mənfiyə də vura bilərsiniz. Yəni əgər belə problem yaradırsa sizə x-i çıxartsa olacaq 2-də 1 x üstə gəl 1 bərabər 0-a. X bərabərdir 0, x bərabərdir mənfi 2. Köklərini tapdınız. Baxın, nə edəcəksiniz? Funksiyanın parçada ən kiçik, ən böyük qiymətini tapmaq istəyirsinizsə, bir dəqiqə. Aha. Baxın, dostlar, tapandan sonra parçanı yazıram bura. Mənfi 3, mənfi 1. Baxın, yoxlayın. Bunlardan hansı bu parçanın daxilindədir? Həm bunların içindən buranı yazacaqsınız. Bir də bunların uc nöqtələrini yoxlayasınız. Görürsünüz ki, 0 bu parçaya daxil deyil. Və qayıdırsınız bura. Birinci, baxın. Birinci f mənfi 3-ü tapırsınız. Funksiyada uc nöqtələrini yoxlayın. F mənfi 1 uc nöqtələri. Bir də f mənfi 2. Gəlin yoxlayaq, hesablayaq bunları. Neçə eləyir? Mənfi 27, altda 27, 9. Neçə eləyir bu? Deməli, mənfi 3-dəki nöqtəsinin qiymətini tapdım. 3-də 2-dir. Mənfi 1-dəki qiyməti 1 dəqiqə 11 edir. 1 dəqiqə mənfi 1. Mənfi 6-da 1. Çıx 2-də 1. Yəni mənfi 6-da 3. Mənfi 6-da 4. Üstə gəl 11-də 3. Deməli, bu 6-da 4 edir. Bəli, 11 qalır. Düzdür. Və mənfi 2-dəki qiyməti isə 11,3-də 1-dir. Bizdə ən kiçik qiymətini soruşduğuna görə doğru cavabımız olacaq 11, yəni B variantı. Loqaritma. Loqaritma 2x çıx 1 əsasdan 8 bərabərdir. Baxın, bunlar sanki 5 əsasa keçib. 5 əsasa keçibsə, sanki bunların arxaya qayıtmaq lazımdır. Bu məxrəcə düşür, yəni loqaritma 3 əsasdan bura olur 2. Yəni sanki 5 əsaslar gedir də, 5 əsasa keçib. Buradan hesablasaq neçə olur? Bunu da 2-nin kubu yazaram. Bu 3 kimi gələr bura. Aydındır. Baxın.
İndi bu da bura 3də 1 kimi gəlir də. Yəni 3də 1 kimi gətirə bilirəm. Yəni amma bir də lazımdır ki 2x çıx böyükdür 0-dan. Bir də 2x çıx 1 fərqli olmalıdır 1-dən. 2x fərqli olmalıdır 2-dən. X fərqli olmalıdır 1-dən. Bir də x böyükdür 2də 1-dən. Yəni bunları unutmaq lazım deyil. Təyin oblasti. Və loqaritma altı ifadənin təyin oblasti. Belə desək daha doğru olar. Deməli, əsaslar eynidir. Deməli, loqaritma altı ifadələr eynidirsə, əsaslar. Deməli, 2x çıx 1 üstü 3də 1 bərabərdir 3-ə. Hər tərəfi kuba yüksəldirəm ki, bunlar ixtisar getsin. Buradan 2x çıx 1 bərabər 27, 2x bərabər 28, x bərabər olacaq 14-ə. Yəni, doğru cavabımız A variantı. Müstəvi xaricindəki nöqtədən bu müstəviyə onunla 30 dərəcəli və 45 dərəcəli bucaq əmələ gətirən 2 mail çəkilmişdir. Bu maillərin oturacaqları arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət 8 kökdə 3 çıx 8 olarsa böyük mail. Baxın, tutaq ki, bu müstəvidir. Bu da xaricdəki nöqtədə. Bu hündürlükdür, bu heç. Maillər ya belə çəkilir. Yəni, burada ən kiçik qiymətdən söhbət gedə bilmədiyinə görə, deməli, maillər eyni istiqamətdə çəkilib. Bir dəqiqə bunu sileyim. %90'dır. Aha. İndi bunu hesabladığımıza görə bir də yadda saxlayın ki, buradakı bucaqdan sanki mail böyüyür. Maillə proyeksiya arasındakı bucaq isə kiçilir. Yəni, bura 45 dərəcə olur. Burada 30 dərəcə olur. Yəni, bunu bildik. Deməli, bu da 45 olur. Bura ümumi 60'dır. Aydındır. Ümumi 60 olur. İndi bizdən soruşur. İndi gəlin hesablayaq. Məsələn, bura bir A deyirəm. Onda bu da A olur. Maillərin oturacağı arasındakı məsafənin ən kiçik olması üçün. İndi məsələn, bura neçə olacaq? Bura A-dır. Onda bura 60 dərəcədir. Bura A-dırsa, bura 60 dərəcədir. Onda bura 2A olur. Bura ümumi olur. Neçə olur burada dostlar? A kök 3 olur da, düzdür? Çünki bunun A kök 3 buradır. Deməli, A kök 3 çıxılsın A, bura olur. Aydındır. Deməli, bunlar arasındakı məsafəni A kök 3. Yəni, bundan bunu çıxanda elə buranı verir də, məsafəni verir. A kök 3 çıx A bərabərdir 8 kök 3 çıx 8. Buradan da A'nın neçə olduğunu görürük biz? 8. Bizdən nəyi soruşurdu bilmədim. Böyük mailin uzunluğu. Yəni bunu soruşur. Yəni doğru cavabımız 16. Çevrəsinin tənliyi budursa dairənin sahəsini tap. Deməli düsturumuz necədir? X minus A-nın kvadratı üstəgəl Y minus B-nin kvadratı bərabərdir R-in kvadratı. Bunu belə yaza bilərəm də mən. X minus belə X-in kvadratı üstəgəl Y minus 1,5'in kvadratı. Niyə elə yazdım? Bunun 2 misli burada var. 2,25 çıxılsın 2,25 yazıram. Bunu keçirdirəm bura. Bu da olacaq 1,5'in nəyi? Kvadratı. Deməli buradan görünür ki R-imiz 1,5'dir. Yəni dairənin sayısı olacaq S bərabərdir. Pi 3'dür. Vurulsun 1,5'in kvadratı. Yəni 3 vurulsun 2,25'e. Bu 3 5'in 15. Bu da eləcə 7,75. Doğru cavabımızdır.
fx azalan funksiya. Bunu o birisi videoda göstərəcəm.